Həmçinin soruşurlar ki, nikah sözünün mənası elan etmək deməkdir, deyirlər. Əgər belədirsə, nə üçün ikinci zövcə alan qardaşlar bunu birinci zövcəsindən gizlədir, sonra da məlum olanda, yəni üzə çıxanda problemlər yaranır. Əvvəla bunu qeyd edib ki, nikah sözünün mənası cəm etmək deməkdir. Düzdür, nikahı elan etmək vacibdir və elan etmək deyəndə də burada qonaqlıq və ya toy nəzərdə tutulur. Toy etməlidir və ya qonaqlıq verməlidir. Lakin bu elan edilənlərin arasında birinci zövcənin olması şərt deyil. Yəni birinci zövcənin xəbəri olmadan da, yəni kəsilsə bu düzgün sayılır. Lakin səmimiyyət baxımından sözsüz ki, yəni birinci zövcəyə bu barədə məlumat vermək daha doğrudur. Çünki sonradan sualda qeyd olunduğu kimi problemlər yaranır, söz-söhbət çıxır və əgər bir kişi bilirsə ki, ikinci zövcə alması onun birinci ailəsinin dağılmasına səbəb olacaq, o halda bu addımı atmamışdan əvvəl fikirləşməlidir, götür-qoy etməlidir. Çünki bir ailəni dağıtmaqla başqa bir ailə qurmaq bu sözsüz ki, düzgün seçim deyil. Həmçinin birinci zövcədən olan uşaqlar olur və bu ailəni dağıdıb və bunun bahasına ikinci ailəni qurmaq bu sözsüz ki, düzgün seçim deyil.